Gündəlik olaraq bal və darçın qəbul etməyin sağlamlığa faydaları. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Bal və darçın min illərdir təbii dərman və sağlamlıq gücləndiricisi kimi istifadə olunur. Hər gün bu ingrediyentlərdən kiçik bir doza qəbul etməklə siz bədəninizi gözəl vitamin və maddələrlə təmin etmiş olursunuz. Bura A, B6, C, E və K vitaminləri daxildir. Həmçinin kalsium, natrium, kalium, dəmir, maqnezium, fosfor, sink, niasin, folat və riboflavin kimi maddələr də aiddir. Bu, tez-tez insanlara arıqlamağa kömək edir. Çünki onlar iştahlarının sabitləşməyə başladığını və qeyri-sağlam qidalara daha az can atdıqlarını görürlər. Bu qarışım həm də immunitet sistemini kütləvi şəkildə gücləndirir. Bu, xəstəliklər və infeksiyalarla mübarizə aparır və sizi daha güclü edir. Xam balın tərkibindəki güclü fitokimyəvi maddələr sayəsində xərçəngin qarşısının alınması ilə də əlaqələndirilir. Bunu hər gün qəbul etmək üçün sizə bu maddələr lazımdır. 250 ml isti bulaq suyu, 2də 1, yəni yarım çay qaşığı darçın, 1 çay qaşığı bal. Hazırlanması. Yaxşı qarışdırın və səhər yeməyindən əvvəl ac qarnına için. Üzvü xam baldan və daha ümumi kassiya darçınından fərqli olaraq Seylon darçınından istifadə etməyiniz vacibdir. Darçın iştahınızı boğmağa kömək edəcək və çox yeməkdən qoruyacaq. Özünüz qəlyanaltılara can atırsınızsa və arıqlamağa çalışırsınızsa, yeməklər arasında bu qarışımı yenidən için. Soyuq dəymə və ya qrip infeksiyanız varsa, bu möcüzələr yaradacaq. Çünki güclü antioksidantlar bakteriya və ya virusu tez öldürəcək. Bunu məşqdən əvvəl və sonra da içə bilərsiniz. Onlar sizin enerjinizə təkan verəcək və vücudunuzun daha çox kalori yandırmasına səbəb olacaq. Bal və darçının həşərat dişləmələrini və dərinin qaşınmasını müalicə etdiyi sübut edilmişdir. Sadəcə onları qarışdırın və alınan qarışımı problem sahəsinin üzərinə tətbiq edin. Bu həm də qan şəkərinin səviyyəsini aşağı sala və insulin müqavimətini azalda bilər. Bu səbəb onu diabet xəstələri üçün uyğun vasitə edir. Bal orqanizm üçün adi şəkərdən çox daha faydalıdır. Buna görə daha yaxşı sağlamlıq üçün pəhrizinizdə şəkəri bununla əvəz etməyi təklif edirəm. Bu qarışımı içmək həm də tərkibindəki qida maddələrinə görə saçlarınızın daha qalın, parlaq və sağlam uzanmasına səbəb olacaq. Ürək xəstəlikləri riskini azaltdığı, pis xolesterinlə aktiv mübarizə apardığı sübut edilmişdir. Seylon darçınının müntəzəm qəbulunun Alzheimer xəstəliyindən əziyyət çəkənlərə kömək etdiyi və zehni funksiyanı yaxşılaşdırdığı sübut edilmişdir. Bəzi tədqiqatlar göstərir ki, bu HIV-1 virusu ilə mübarizə aparmağa kömək edə bilər. Bu ingrediyentlərin hər ikisi tamamilə dadlıdır və şirinlik və ləzzət əlavə etmək üçün hər hansı bir adi yeməyinizdə istifadə edilə bilər. Dinlədiyiniz üçün çox sağ olun. Darçın və balla bağlı kanalımızdakı digər videoları da izləyin. Bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın.